Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rivayette var, Hazreti İsa Mesih aleyhisselam anası Hazreti Meryem aleyhisselam dünyasını değiştiğinden sonra anasını yuxuda gördü. Dedi ki, yerin necədir? Allah'ın o nimetle dolu behişti necədir? Hazreti Meryem çok razılıq elədi təbii ki. Ki cənnət fərqli bir məkandır. İnsanlar bilsələr cənnətdə nələr var, heç vaxt günah eləməzlər ora çatmaq üçün. Bir ömür ki çox qısa ömürdür, özlərini qoruyarlar, tək ora çatsınlar. Hazreti İsa anasına bir dənə sual verdi. Dedi, bax ana, gedmisən o cənnəti görmüsən və hal-hazırda da orada yaşayırsan. Heç istəyərsən dünyaya qaydasan? Dedi, bəli, istəyərəm iki şeyə görə. Dünyanın iki şeyi üçün bir də istəyərdim dünyaya gəlim. Elə səbəb də budur ki, gördüm ki, cənnətdə ona nələr verirlər. Biri budur, qışın soyuğunda buzu sındırıb soyuq sunan dəstəmaz almaq üçün. Biz ki, adətən isti su axtarırıq havalar soyanda. Xanım Məryəm buyurdu ki, qışda soyuq sunan dəstəmaz almaq üçün bir səbəb budur. Bir də o dəstəmazı alandan sonra gecə Allahla danışmaq üçün, gecə ibadəti eləmək üçün. Baxın, demir namaz qılmaq üçün, oruç tutmaq üçün, ümumi olaraq bir söz demir. Xüsusi olaraq vurğulayır ki, gecə ibadətini eləmək üçün. Deməli, bu gecə ibadətində xüsusi önəm var. Ki, Əmirəl-Müminin əleyhissalam onu təqvalıların sifəti sayır. Allahın o kamil bəndələrinin, fərqli bəndələrinin xüsusiyyəti kimi göstərir. Ki bir bəndə əgər mömindirsə, onda gecə mütləq gecə namazı ilə və gecə Quran tilavəti ilə gecəsin zinətləndirər. Əgər mömindirsə deyəndə fikirləşməyin, bir nəfər gecə namazı qılmasa mömin deyil. Müstəhəb bir əməldir. Yəni imanın nə qədər güclü olsa, o qədər də çox gecə namazı qılacaq. Baxın, lap böyük şəxsiyyətlərimizə heç gecə namazları qəzaya getmədi. İman qalxdıqca gecə namazının sayı artar. Bizim ustadlardan biri var idi, deyirdi, gecə namazını hətta mücür duası kimi qəbul eləyin. O hədisdə var, Hazreti Peyğəmbər buyurur ki, gündə oxuyun. Gündə oxuya bilməsəz, həftədə bir dəfə oxuyun, heç olmasa. Həftədə də bir dəfə oxuyanməsəz, heç olmasa ayda bir dəfə oxuyun mücir duasını. Ayda da bir dəfə oxuya bilməsəz, heç olmasa ildə bir dəfə oxuyun. İldə də bir dəfə oxuyanməsəz, heç olmasa ömrünüzdə bir dəfə onu oxuyun. Şəhayif da onun savabını əldən verərsiniz birdən. Ustad deyirdi ki, bax, gecə namazı da belə bir şeydir. Qardaş, gündə qılan bilsən, heç olmasa həftədə bir dəfə qıl, ayda bir dəfə qıl da. İman artdıqca gecə namazının sayı artar. Da elə adam hər gün qılar. Xoş əhlinin halına. Uhibbus salihinə və lakin ləstu minhum. Şeyx Abbas Qumi Məruf Məfatihul Cinanın müəllifi ki, adını elə bilirəm eşitməyən çox az adam olar. Böyük arif, böyük müctehid, böyük mühəddis. Oğlu nəql eləyir ki, mən bir gün sübh əzanı veriləndə yuxudan ayıldım, gördüm atam oturub
bərkdən ağlayır, elə möhkəm ağlayır, göz yaşı gəlir mübarək saqqalından sinəsinə damcılayır, o cür göz yaşı tökür. Deyir, mən yəqin elədim ki, ailəmizdə müsibət baş verib, kimsə ölüb, anam mı, bacım mı, qardaşım mı, ailə üzvlərimizdən kimsə dünyasını dəyişib. Deyir, mən buna yəqin elədim. Tez qaçdım, tutdum atamın əlindən. Ata, nə oldu, nə müsibət baş verdi, kim dünyasını dəyişdi? Adətən biz dünya dəyişib, kimsə o biri tərəfə keçəndə bu cür ağlayırıq da, bir əzizimizi itirəndə. Deyir, dedim, nə müsibətdir, kim öldü? Dedi, heç kim ölmədi. Ayıldım ki, əzandı, ömrümdə birinci dəfə idi ki, gecə namazımı qıla bilmədim. Bir dəfə gecə namazı qəzaya getmişdi, bu cür ağlayırdı. Ki da o cür olur da Şeyx Abbas. Nə qədər iman yüksəlsə, gecə ibadəti çoxalar. Adam gecə Allahla özünə bir vaxt ayırar. Xoş o insanların halına ki, özlərinə və Allaha ayırmağa vaxtları var. Onlar xoşbəxtlərdir. Onlar suədadırlar. Xoşbəxtlərdəndirlər onlar. Onlar bəxtəvər insanlardılar. Onlar insanlığın nümunələridirlər. Onlar insanlığın gözüdürlər. Onlar kamil insandılar. Ki gün ərzində özlərinə və Allaha ayırmağa vaxtları var. Adətən insanın başı elə şeylərə qarışır ki, nə özünə xeyri var, nə də Allah istəyəndir. Nə Allah o şey gözləyir, nə də onun insana bir xeyri var, ona bir qram axirət verməyəcək. O şeylərə baş qarışır. O şeylərə baş qarışır. Bəzən hətta mübarək ayda baş qarışır. Ramazan ayında baş qarışır. Allahın rəhmət aydı da Ramazan ayından o tərəfə ki yoxumuzdur. İmam Sadiq əleyhissalam buyurur ki, 2 dənə yer və vaxt var. Allah orada adamı mütləq bağışlayır və qeydin vurur. Hətta bir nəfər desə ki, o əməllərdən sonra görəsən Allah məni bağışladı, küfr eləyər. Yəni, İmam Sadiq ağa deyir, 100% zəmanət və qarant bağışlanırsan. Şərti bağışlanmaq istəyəsən. İstəsən bağışlanırsan, istəməsən yox. Bağışlanmaq istəmək üçün də xüsusiyyətlərdən biri budur. Mən bu fikirdə olmalıyam ki, mən neyniyim ki Allah məni bağışlasın? Axı mənim fikirlərim fərqlidir. Mən elə hey deyirəm, neyniyim ki filan haramada əlim çatsın? Neyniyim ki filan günaha da müvəffəq olum? Elə mənim fikirlərim bu da axı. Kəş insan fikirləşə ki, bu fikirdə olanları da xoşbəxt və səiddərdilər, xoşbəxt insanlardılar ki, mən neyniyim ki Allah məni bağışlasın? O 2 yer haradır ki, adam istəsə və onun fikrində olsa ki, neyniyim ki bağışlanım, Allah məni bağışlayar. İmam Sadiq ağa buyurdu, biri Zilhəccə ayının 9-u Ərəfə günüdür, Ərəfat çölündə olanlar üçün, olana olmayana Allah yenə nəsib eləsin inşallah. Məkkədə, Ərəfatda, Ərəfə çölündə Zilhəccə ayının 9-u olmaq, mütləq bağışlanmısan. İmam deyir, bir nəfər bağışlanmağına şəkk eləsə, küfr eləyib. Bir hədisində var, elə İmam Sadiq ağadandır, buyurur, böyük günahlardandır. Ərəfatdan sonra bağışlandım deyə hətta özün özvə verdiyin sual. İnsan desə ki, görəsən mən də bağışlandım, bu sualı vermək imam buyurur, kəbirə günahdır, böyük günahdır. Çox qəribə bir şeydir də, Allahın rəhməti görün, indi Ərəfədə necə təcəlli eləyir.
İmam buyurur, biri Ərafatdır, biri də Şəhr-ü Ramadan. Orucluq ayıdır. Niyə 2 dənə qoyub Allah? Bəzi şeylər var, biraz nabıdır da, az tapılandır, qıtdır. Amma Allah bunları 2 dənə qoyub. Elə deyə bilərdi ki, bu fəzilət tək Ərafatdadır. Deyir, bir Ərafatdadır, Zilhəccənin 9-u, bir də hər yerdədir, mübarək Ramazan ayında. Niyə hər yerdədir Allah? Bu da dünən axşam dediyimiz Allahın rəhmətindən qaynaqlanan bir dənə qanun. Həccin barəsində Allah Müteal Quranda buyurur: "Vəlillahi ələ'n-nasi hiccul beyt." Allahın insanlar boynunda Məkkə şəhərində onun Kəbə evini ziyarət eləmə haqqı var. Amma qeydim vurur. Bütün insanlara aid deyil. Mən istata'a ileyhi səbila. Kimin ora getmək imkanı olsa. İmkan nədir? İşimiz yoxdur. Geniş mövzudur. Yəni təkcə pul nəzərdə tutulmur. Pul müqəddimədir, başlanğıcdır. Cismi təminatda var burada. Sağlamlığın yol verir, vermir. Yol təhlükəsizliyi, filan, hamısı şərtdir bunlar. Ki, neyniyək ki, Allah bu ayda bizi bağışlasın? Nə qədər düşünmüşük? Özümüzə görə sən nə qədər vaxt ayırırıq? Allaha nə qədər vaxt ayırırıq? Odur ki, çox mühüm məsələdir. Və doğrudan fərqli və imtiyazlı insanlar da olar ki, gecə Allahla özlərinə vaxt ayırırlar. Xoş o insanların alına. Əllərindən öpürəm o insanların. Əgər artıq yer olsa bizi də dua eləsinlər. Çünki gecə namazının qunutunda möminlərə dua eləmək şərtdir. Biz də ondan əli boş qaldıq. Çox mühüm məsələdir. İnsan yaradanı ilə öz arasında bir dənə xüsusi əlaqəsi ola. Xüsusi bir dənə bağlılığı ola. Allah əslən adamı tanıya. İnsanın Allahı tanımağı qaçılmazdır, labüddüdür. Bu sənin yaradanındır, necə bunu tanımayasan? Məsələ budur, yaradan səni nə qədər tanıyır? Allah-u Teala özü buyurur, deyir, ay mənim bəndəm, istəyirsən, biləsən səni nə qədər istəyirəm, təbii ki, bəndə deyəcək, bəli Allah, mən istəyirəm, biləm sən məni nə qədər istəyirsən. Deyir, özüvə bax, gör, məni nə qədər istəyirsən. Qarşılıqlıdır. Sən məni nə qədər istəyirsən, mən də səni o qədər istəyirəm. Həqiqətən, xoş o insanların halına ki, Allahla danışmağa vaxt ayıra bildilər. Allahla danışmağa, özü də öz dilində, öz bildiyi qədər. Lazım deyil, müsəlman, mütləq sən Kumeyl duası oxuyasan ki, Allah sənə baxsın. Düzdür, Kumeyl duasını oxumağın savabı var, fəziləti var, barəsində hədis var, Allahla danışmağın ən yaxşı yollarındandır. Çünki orada Allahla Həzrət Əli danışıb və necə danışarları bizə öyrədib. Amma ağ qoyun, qara qoyun, başımı yerə qoyum olsa da, səmimi olsa yetər. Öz dilində danış. Allaha ki, ərəb dil lazım deyil. O dilin zənginliyinə görə, Quranın əzəmətinə görə Allah Quranı ərəb dilində göndərdi. Danışmaq üçün ki, Allah ərəb dil istəmir ki, ərəb dilini öyrən ki, mənlə danışasan. Ya İngilis dilini öyrən ki, mən səni qəbul edeyim. Dilin nədir? Dua növü. Dua növü yoxdur ki, bax, öz dilində nə formada deyə bilərsən? Nə forma? Ən gözəl formun odur sənin Allahla danışmaq üçün. Mümkündür bir duanı əzbərləyəsən, heç bilməyəsən nə deyirsən. Bir də budur ki, biləsən nə deyirsən. Bax belə lori, özün başa düşən kimi Allahınla danış. Özün bildiyin kimi. Və bir çox dualar var, biz hələ də başa düşmürük. O İmam Zeynulabdin ağanın Allahla danışığı idi. Biz onu yalnız təkrar eləyə bilərik. Bir də var elə, səni bəndə öz dilindən Allahla danış. Doğrudan xoşbəxt o insanlar ki, gecə namazına
müvəffəqdirlər. Gecə ibadətinə müvəffəqdirlər. Və həqiqətən gecə özünə gücü çatanların şeytana da gücü çatar. Gecə özünə gücü çatmayanın şeytana və nəfsinə də gücü çatmayacaq. Bəzən bəziləri iddiada olur ki, şeytan kimdir ki? Ya nəfs-i əmmarə nədir ki? Böyüklərin yaxşı bir sözü var ki, çox yekə danışma. Sən gecə üstündən bir yorğanı ata bilmirsənsə, nəfs-i əmmarəni necə düşürdəcəksən boynundan? Bir yorğanı üstündən ata bilmirsən, şeytanı necə atacaqsan qırağa? Mühüm məsələdir. Və güc istəyir. Kimin orada özünə gücü çatsa, güclü insandır. Həzrəti Musa'ya Allah-u Teala vəhy elədi. Ya Musa, görürsən də, bəzi bəndələrim elə danışanda deyərlər ki, Allahı çox istəyirik. Dedi, bəli Allah, mən də eşidirəm də bu sözləri. Dedi, bax günən onlara, görsən gecə yatıblar, yalancıdırlar. Allah dedi ya. Dedi, görsən gecə yatıblar, yalancıdırlar. Həzrəti Musa dedi, niyə Allah? Niyə gecə yatanlar yalancıdırlar? Dedi ki, aşiq həmişə məşuqi ilə danışmağa xəlvət axtarır. Mən də gecəni aşiqlərim üçün xəlvətgah eləmişəm. Bir nəfər ki, o xəlvətdə öz sevgilisindən qaçır, deməli sevmir də, yalan deyir də. Dedi, deyərlər, amma sən bax, gördün gecə yatdılar, bil yalan deyirlər. Onlardan aşiq olmaz, onlardan sevgili olmaz. Gecə namazının barəsində Həzrəti Resulullah belə buyurur. Əfzəlus salati bəğdəs salatil məktubə əs-salatu fi cəvfil leyl. Peyğəmbər buyurur, vacibi namazlarımızdan üstün namaz yoxdur. Sübh, zöhr, əsr, məğrib, işa. Peyğəmbər buyurur, bu 5 dənə namazdan üstün namaz yoxdur. Çünki deyir, bunlar vacibdirlər. Bu vaciblərdən sonra buyurur, gecə namazından üstün bir namaz yoxdur. Çünki bunlar vacibdirlər, birinci yerdədirlər. Buyurur, vaciblərdən sonra isə gecə namazından üstün namaz yoxdur. Yenə Həzrəti Resulullah buyurur, Aleykum bis salatil leyl fe innaha sünnetu nebiyyikum və də'bus salihin. Ay mənim ümmətim, sizə mən dönə-dönə tapşırıram, gecə namazın qəzaya verməyin. Peyğəmbər deyir, ha? Gecə namazının qədrini bilin, gecə namazından bərk tutun. Niyə? Çünki o mənim sizə qoyduğum sünnətdir. O mənim sizə qoyduğum yoldur və salih bəndələrin ədəbidir. Peyğəmbər deyir, gecə durub namaz qılmaq Allaha ədəb göstərməkdir. Ki Allah, bax, mən yatmadım ha, elə yaşamaq üçün yatdım. Şişmək üçün yox. İnsana istirahət lazımdır axı. Allah Nəbə surəsində buyurur və cəalnə nəvməkum subata. Yuxunu mən sizə istirahət üçün verdim. İnsan yatması ölər. Amma yatmağım Allah bu idi ki, durum sənə ədəb göstərə bilim. Peyğəmbər buyurur, də'bus salihin. Gecə namazı salih bəndələrin Allaha durub ədəb göstərməsidir. Də'bus salihinə qəbləkum. Sizdən qabaqki salihlərdir, həmişə belə eləyiblər. Durub gecə namaz qılıblar. Və mətridətud da'i'anə ədsadikum. Və bir də Həzrət Peyğəmbər buyurur, gecə namazı sizin bədənlərinizə gələn xəstəlikləri sağaldan dərmandır. Çox qəribədir. Eyni zamanda maddi tərəfi də var. O ruzu, filan, beşman, onun da hədislərini oxuyacaq. Peyğəmbər buyurur, cismimizə gələn xəstəlikləri sağaldan vasitədir gecə namazı. Gecə namazı qılsan, xəstələnməyəcəksən. Allah orada cismivi də nəzər alıb. Niyə? Bir adam elə dalbadal gecə namazı qılsa, az yatsa, nə olar? Zəifliyər, düşər, xəstələnər. Peyğəmbər deyir, narahat olmayın. Gecə namazı özü bir dənə dərmandır. Əgər onu qılsaz, xəstələnməyəcəksiniz də Allah sizə xüsusi olaraq güc verəcək. Xoş əhlinin halına.